Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Mənim dəyərli Instagram və TikTok dostlarım. Hamınızı xoş görürəm. TikTokda İlham Mirzəyev ofisial və Instagramda da İlham Mirzəyev ofisial. Xahiş edirəm, TikTokda da, Instagramda da təqib edin, paylaşın, bəyənin və çoxlu yorumlarınızı yazın. Bu günləri əkizlərin ayıdır, əkizlərin vaxtıdır, əkizlərin günüdür və əkizlərin ən gözəl həyatlarında arzuladığı aydır. Yəni, bütün əkizlərin doğum günlərini təbrik edirəm, onlara uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Əkizlərsiz, sadəlövsüz. Əkizlərsiz, tez allanırsınız. Əkizlərsiz, ürəyinizin səsinə qulaq asıb aldan-aldana gedirsiniz. Əkizlərsiz, gözləriniz yaşlıdır. Əkizlərsiniz, həmişə xəyanət görürsünüz. Əkizlərsiz, həmişə aldanırsınız. Əkizlərsiz, ürəyinizdə heç nə sir saxlamırsınız, hamısı dilinizdədir. Əkizlərsiz, İçinizin də sözün, evinizin də sözün hamısına məsləhət edirsiniz. Onunla məsləhət edirsiniz, bununla məsləhət edirsiniz və axırda da öz qərarınızı verirsiniz. Əkizlərsiz, yaralı yerinizi hamıya bildirirsiniz. O yaralı yerinizdən də sizi vururlar. Əkizlərsiz, məhəbbətdə heç vaxt yarmırsınız. Əkizlərsiniz, sevdiyiniz insansız canınızı belə fəda verirsiniz. Özünüzü qurban verirsiniz. Amma axırda yenə də yanılırsınız. Əkizlərsiz, sevdiyiniz insan sizin üzünüzə baxa-baxa, gözünüzə baxa-baxa yalan danışır, sizə xəyanət edir. Amma siz bilə-bilə ki, o yalan danışır, sizə xəyanət edir. Amma yenə də ürəyinizdən ona bağlanmışsınız və o bağlantını qopara bilmirsiniz. Deyirsiniz, bəlkə düzələr, bəlkə düzələr, bəlkə mən düzələmirəm, bəlkə mən yanılıram. Qoy yenə də şans verim, qoy yenə də şans verim və şans verə gedirsiniz, axırda o insanı gətirib otuzdurursunuz təpənizdə. Ona görə də Allah əkizlərə bəsirət gözü verib. Əkizlər bürcü altında doğulan insanlar yuxuda gördükləri həyatda da öz yerini tapır. Əkizlər bürcülərinin ürəyinə damanlar həmişə başlarına gəlir. Əkizlər bürcünün hissiyatı həddindən artıq güclüdür. Yeganə bürc əkizlər bürcüdür ki, onların Allahla rabitəsi daima açıq olur. Çünki ağızdan çıxan alqış və qarqış göyə qalxır və əkizlərin ahı heç vaxt yerdə qalmır. Kim deyirsə, əkizləri ahı yerdə qalır. Əkizləri aldatdım. Əkizlərin gözün yaşlı qoydum, əkizlərin qəlbini sındırdım, uyuda, nə də düz elədi. İnanın, o dünyada, bu dünyada sizin üçün cəhənnəm olacaq. Çünki əkizlər dizlərin yerə qoyub, üzün qibləyə çevirib, əllərin Allahın dərgahına açanda, onların gözlərindən yaş süzüldükcə sizin həyatınız şam kimi əriyəcək. Bu əkizlərə aldananlara aiddir, əkizlərə xəyanət edənlərə aiddir, əkizlərə badalaq vuranlara aiddir, əkizlərin quyusun qazanlara aiddir, əkizlərin çörəyin kəsənlərə aiddir, əkizlərin gözün yaşlı qoyanların, məhəbbətin yarımçıq qoyanlara aiddir. Yoxsa elə belə yox. Əkizlərə pislik eləmədinsə, əkizlərin ahı da səni tutmur. Əkizlər gedən yerə ruzu özlərindən qabaq gedir. Bərəkət özlərindən qabaq gedir. Əkizlərin gülüşü dünyanı sevindirir. Əkizlər gedən evdə xeyir bərəkət olur. Əkizlər olan evə ruzu gəlir, bərəkət gəlir. Əkizlər göz yaşlığı tökdüyü yerdə, göz yaşını tökdüyü yerdə həmişə mələklər də onlar üçün ağlayır. Çünki əkizləri mələklər qoruyur. Əkizlər, aldanmayın. Əkizlər, sizin ahınız güclüdür.
Sonra deyirlər əkizlərin başdan xarabdır, əkizlər gah belədir, gah belədir. Xeyr, əkizlər ürəklərində təlatüm keçirdir. Gecə ilan vuran yatır, əkizlər yatmır. Əkizlər səhəri elə olur ki, diri gözlə açır. Əkizlər bu göz yaşları süzülə-süzülə Allahla və öz aralarında danışırlar. Heç kimə, əmiyə, dayıya, xalıya, bibiyə, dosta, tanışa deyə bilmədikləri dərdlərin yalnız Allaha deyirlər. Allahdan cavab gözləyirlər, Allahdan kömək gözləyirlər və gözlənilmədən əkizlərin bağlı qapıları açılır. Gözlənilmədən əkizlərin ürəyindəki arzu niyyətə çatır. Gözlənilmədən əkizlərin həyatlarında mütləq bir qeyri-adi hadisələr baş verir və o hadisə də əkizlərin müsbət cəhətdən yuxarıya aparır. Ona görə də mən sizə demək istəyirəm ki, əkizlər, artıq sizin ağlayan gözləriniz güləcək, sevinən qəlbiniz də elə sevinəcək. Yəni, yaralı qəlbiniz sevinəcək. Ona görə də əkizlər bürcü altında doğulanlar, inanın ki, bu yaşınız sizə çox uğur, xeyir, şans gətirəcək. Alınmayan işləriniz düzələcək və həyatınızda sevgi dolu, romantik bir həyat gözləyir sizi. Və inanıram ki, və sizi də inandırmağa çalışıram ki, İnşallah 2027-ci ilin fevral ayının 21-də kimi sizin həyatınızda çox şanslar olacaq. Elə bu ayın, demək olar ki, iyun ayının sonundan başlayaraq əkizlərin həyatında bir qığılcım yanacaq, təlatüm olacaq. Ona görə də əkizlər sizi sevirəm, sizə uğurlar arzulayıram və əkizlərdən sonraki bürclərdə deyəcəm, amma əkizlər deyirəm ki, qoy Allahdan sizin arzu niyyətiniz çin olsun. Qoy Allah ürəyinizin mətləbin versin. Əkizlər bürcü altında doğulan xanımlar və bəylər sizi Allah sevsin və siz də Allahı sevin. Sizi Allah agüdə çıxarsın və əkizlərin arxası, dayağı, köməyi, pənahı Allah, Allah, Allah. Allah deyən əkizlərin heç vaxt arxası yerə dəyməyəcək. Düzdür, əkizlər qəmgin olacaq, depressiya düşəcək, stresə düşəcək, amma o stresdən, depressiyadan, qəmginlikdən azad olacaqsınız. Necə ki, bülbülü qəfəsdən azad edilir, əkizlər bürcü altında doğulanlar da çətinliklərdən inşallah bu iyun ayının sonuna qədər azad olunacaq və maddi və mənəvi problemləriniz həll olacaq. Sevgi cəhətdə həmişə sevgidən qıtlıq olur sizə, o sevgi də sizə çatacaq. Ona görə də əkizlər bürcü altında doğulanlar, hamınızı təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı arzulayıram və Allahdan sizə ürəyinizdəki o heç kimə agah olmayan bircə Allahdan başqa olan o arzunuza çatmağı diləyirəm. Bu yaşınız sizə uğur, şans, sevgi gətirsin və bol-bol şanslarınız bol olsun. Allahın nəzəri üstünüzdə necə var, elə də olacaq. Sadəcə əkizlər səbirli olsalar daha yaxşı olacaq və ona görə də səbirli olsalar əkizlər şirin dil olacaqlar. Səbirli olsalar hər arzularda çatacaqlar və sirrinizi heç kimə deməyin. Çünki əkizlər həddindən artıq bəd nəfsə gəlirlər, bəd nəzərə gəlirlər. Onun üçün də onlar, insanlar var ki, bütün gördükləri işləri ancaq gizlin saxlayırlar. Əkizlər bürcü altında doğulan insanlar elə işləri başlamamışdan deyir ki, mən filan maşını alacam, mən filan evi tikdirəcəm. Mən plan ev alacam və ona görə də sizin işləriniz çətinliklə alınır. Mən sonra deyəcəm ki, hansı bürcləri, əsl hansı bürcləri bədnəzər götürür və hansı bürcləri bədnəfis götürür və hansı bürclər bədnəfisdən, bədnəzərdən necə qorunmaq lazımdır. Bunlara da deyəcəm sizə, amma əkizlər, uğurlar, şanslar sizinlə olsun. Əkizləri sevin, əkizlərə qayğı göstərin, əkizlərə hörmətlə yanaşın. Əkizlər, İnanın ki, sevdiyi insandan sarı canım verir. Əkizlər dəyər verdiyi insanı baş tacı edər. Əkizlər ürəyində istər sevgilisi olsun, istər dost olsun, istər tanışı olsun, əkizlərə bir damcı yaxşılıq eləyən insan 1000 qat əvəzini görər. Əkizlərə
Bir damcı pislik eləyən insan ömrü boyu pislikdən başı açılmayacaq. Odur ki, əkizlər, sizi istəməyənlər ölsün. Əkizlər, sizi gözü yaşlı qoyanlar ölsün. Əkizlər, sizin qəlbinizi qıranlar ölsün. Əkizlər, sizin ürəyinizin arzularınızı ürəyinizdə qoyanlar ölsün. Əkizlər, ayağınızın altını qazanlar ölsün. Əkizlər, çörəyinizi kəsənlər ölsün. Əkizlər, sizə mərdimazarçılıq eləyənlər ölsün və sizin həyatınız daha da qalxsın. Bu ancaq pislik eləyənlərə, əkizlərə pislik eləyənlərə, əgər pislik eləmirlərsə, Allah hamıya uzun ömür, can sağlığı versin. Əkizlər, öpürəm sizi, bağrıma basıram. Ad gününüz mübarək olsun. Bu yaş sizə uğur gətirsin, bu yaş sizə sevinç gətirsin, bu yaş sizə xoşbəxtlik gətirsin. Əkizlər, gözünüzdən axan yaş ancaq sevinç yaşı olsun. Qəm, kədər ayağınızın tozu olsun. Yolunuz açıq, bəxtiniz gözəl olsun. Bir Allah, 124 min Peyğəmbər, 12 imam həmişə sizə dayaq olsun və ad gününüz mübarək olsun. Öpürəm sizi, bağrıma basıram, bəyənib təqib etməyi unutmayın. Xahiş edirəm. 100-700 min baxış olur, ancaq onun 5 mini ya 7 mini bəyənir ya bəyənmir. Haqqımı halal eləmirəm bəyənməyənlərə. Bəyənin. Kiminsə evində oğlu və yaxud da qızı, əri, özü, axırı ki, bir ailədə birinə əkizlər də olsa var da. Ona görə də hər bir əziz əkizlərinizin xətrinə bir dənə orada plus var. O plusu basın, səhifəmə abunə olun, istər Instagramda, istər TikTokumda. Bəyənin, altından da kommentlər yazın. Mən sizə müsbət enerjimi ötürdüm. Siz də altdan komment yazın ki, aldım. Mən sizə müsbət enerji verdim və siz də yazın, aldım. Allaha əmanət olun, sağ olun, sağlıqla qalın. Növbəti xərçənglər, ayıq olun, xərçənglər haqqında olacaq. Hələlik Allaha əmanət olun.